Bir dənə sübh namazın qəzaya vermək bir nə boyda fəlakətdir? Bir nə qədər fəlakətdir? İmam Sadiq əleyhissalama bir nəfər yaxınlaşdı, dedi, ağa, dedi, bəli. Dedi, bir dənə böyük günah eləmişəm. Dedi, Allah səni bağışlayarına rahat olma. Dedi, ağa, çox böyük günah eləmişəm. Dedi, Allah əgər Əbu Qubeys dağı boyda da günahın olsa Allah bağışlayar. Əbu Qubeys dağı Ərəbistanda bir dənə dağdır, böyük dağdır. Dedi, o boyda da günah olsa Allah bağışlayar. Dedi, ağa, ondan da böyük günah eləmişəm. Dedi, nə günah eləmişsən? Dedi, filan günah. İmam Sadiq sənə cavab verdi ona. Dedi, mən qorxdum, sən deyəcəksən, sübh namazın qəzaya vermişəm. Sən sübh namazın qəzaya verməmişsən, böyük deyil o qədər də. Ondan sonra İmam Sadiq qayıtdı axuz zamanda, yəni bu dövrlərdə insanlar o qədər ruzu problemi yaşayacaq, ona görə ki namazlarına diqqət eləmirlər, namazların qəzaya verilir. İmam Sadiqdən yenə oxumuşam bu hədisi. İmam Sadiq əleyhissalam buyurur: dünyada nə boyda bir düzdür. Günəşi ilə, ulduzu ilə, ayı ilə, galaktikaları ilə, bütünlüyü ilə hamısı qızıl ola, qızılla dolu. Bir nəfərin qızılı ola. O bütün o qızılı Allahın yolunda, dinin yolunda xərcləyə, onun müqabilində nə qədər əcr mükafat verər?